Salam, bugün kələm dolması turşusu hazırlayacağım. Kələm dolması turşusunu içliyi üçün 400 qram kələmi xırda-xırda doğrayıb, üzərinə 1 yemək qaşığı dolu iri duz əlavə etdim. Daha sonra yaxşıca qarışdırdım. Qarışdırdıqdan sonra üzərinə 4 ədəd rəndədən keçirdiyim kök əlavə etdim. Daha sonra üzərinə 1 ədəd kiçik rəndədən keçirdiyim çuğundur. Sonra 1 dəstə cəfəri, 2 ədəd acı biber və 4-5 diş sarımsağı xırda-xırda doğrayıb kələmə əlavə edib, onu da yaxşıca qarışdırdım. Daha sonra keçək hazırlamağa. 1 ədəd orta boy kələmi yaxşıca pörtlədib, yarpaqlarını ayırıram. Sonra eyni ilə kələm dolmasını necə bükürüksə, bunun da içliyini bolluca doldurub kələm dolması formasında bükürük. İçini bol qoyun. Hamısını bu formada doldurduqdan sonra qaba əlavə edib, daha sonra bankalara yığacam. Mən bu qədər kələm dolması turşusu üçün 3 kiloqramlıq banka seçdim. Üzərinə 3 ədəd dəfnə yarpağı, 4-5 ədəd qara istiot əlavə edib, daha sonra kələm dolmalarını doldurmağa başladım. Böyükləri ən altdan yığıram, kiçikləri isə ən üstdən yığacam. Hamısını yığdıqdan sonra qabda qalan çuğundurun suyunu da əlavə edirəm. İçliyimdən çox qalmışdı deyə onu da balaca bankada turşu kimi bağlayacam. Sonra üzərinə 2 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu, 3 yemək qaşığı da uksus əlavə edib, üzərinə çıxana kimi soyuq su əlavə edirəm. İsti suya ehtiyac yoxdur. Soyuq su əlavə edib, buna siz təkcə uksus tökməyib, sirkə də əlavə edə bilərsiniz. Daha sonra qapağını bağlayıram. Bir həftə belə saxlayıb, sonra nuş edə bilərsiniz.